əvvəlki testlərimizdə sizə sual cümlələrinə aid bir neçə testin izahını vermişdim. Cümlə strukturu necə olmalıdır, söz sırası necə olmalıdır, onları izah etmişdim. Lakin bunlardan fərqli olaraq mübtədaya sual verdikdə quruluş tamam fərqli olur. Burada sizə bir nümunə yazmışam. Baxın, I opened the door. Mən qapını açdım. Kim? Mən. Mübtədaya əgər sual veririksə, mübtədanı götürürük, onun yerinə who yazırıq. Who opened the door? Baxın, burada söz sırası dəyişmədi. Necə köməkçi feildən istifadə etmədim. Hər şey olduğu kimi qaldı. Sadəcə olaraq mübtədamı çıxartdım. Onun əvəzinə who sual əvəzliyini yazdım. İndi baxaq 18-ci sualımıza. Baxın, burada deyir səni bu təhlükəli yerə kim nə gətiribdir, düzdürmü? Deməli, burada mübtədanın sualıdır. Dediyim mübtədanın sualında köməkçi feildən istifadə etmirik. Yəni does, did, bunlar olmaz. Burada has you brought, belə yox, has brought you olsaydı, onda düzgün idi. Yəni struktur dəyişilibdir. Heç nə dəyişilməməlidir. Nəqli cümlədə necə etsə o qaydada qalmalıdır. Ona görə yanlışdır. Sualda kimi has əvvəli keçməməlidir. Baxıram D bəndinə. What brought you to this dangerous location? Səni bu təhlükəli yerə nə gətirdi? Burada heç bir yanlışlıq yoxdur. E bəndində səhv isə bring-lə, has-lə bring yox, brought olmalıydı. Biz bilirik ki, have-dən sonra feilin üçüncü forması, yəni participle to işlənir. Brought, has brought you.